Gördüyümüz bütün əşyaları ilə birlikdə Xırdalan şəhərinin mərkəzində, əla bir ərazidə, Heydər Əliyev parkına ayaqla 10 dəqiqəlik məsafə. 119 Avtobus binanın tam yaxınlığından keçir. Kupçalı, əla təmirli və bütün əşyaları ilə birlikdə satılan mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Mənzilimizdə demək olar ki, yaşayış olmayıb. Yeni alınmış bir mənzildir. Bütün əşyalar hər biri yenidir. Çox gözəl, səliqəli mənzildir. Kupçalıdır, bir daha qeyd edirəm. Kupçası hazır əlindədir. Alqı-satqıya tam olaraq hazır vəziyyətdə. Binanın gözəl, geniş bir həyət hissəsi var. Yeraltı avto dayanacağı var. Bina 8 mərtəbədən ibarətdir. Mənzil yerləşir 7-ci mərtəbədə. Yəni bu mənzilin üzərində bir mərtəbədə var. Sürətli lifti var. Ən önəmlisi isə geniş həyəti və yeraltı avto dayanacağı olmasıdır. Dəyərli izləyicilərim, keçirik mənzilimizin digər hissələrinə. Təqdimata davam edirik mənzilimizin əsas giriş qapısından. Giriş qapıdan daxil olduq. Belə bir dəhlizdir. Dəhlizdə böyük bir mebel yığılıb. Qardırobnu. Qeyd etdiyim kimi tam əşyalı satılır. Yalnız elektrik avadanlıqları mənzildən çıxacaq. Metlaq gördüyümüz hissələr hər biri isti döşəmədir. Bu hissədə yerləşir mənzilimizin yataq otağı. Əla ölçüdədir. Ölçüsü superdir. İrəlilədikdə solda sanuzelimizdir. Bütün aksesuarlarla təchiz olunub. Burada isə yerləşir mətbəximiz. Mətbəx mebeli, bahalı mətbəx mebeli yığılıb. Dəyərli izləyicilər, çox gözəl bir mənzildir. Kupçalı mənzildir, ideal bir mənzildir. Buradan da eyvana çıxışı var. Eyvan ölçüsü də əladır. Eyvanda quraşdırılıb kombisi. Gördüyümüz kimi qaz sayğacı. Bu isə gördüyümüz tikili 3 nömrəli məktəbin binasıdır, dəyərli izləyicilər. 3 nömrəli məktəbin tam olaraq yanında yerləşir. Bakı-Sumqayıt yoluna yaxın, Abşeron, Xırdalan şəhərinin tam mərkəzi Heydər Əliyev parkına yaxın. Yerləşmə yeri çox əla bir ərazi, ideal bir ərazi. Tam əşyalı, kupçalı, kupçada hazır əldə, alqı-satqıya hazır şəkildə. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz, satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Əmlakınızın real bazar qiymətinə satılmasına biz sizə köməklik göstərə bilərik. Bugünə bu qədər, növbəti çəkilişlərdə görüşənədək.